Sosial şəbəkələrdə qışın sərt keçəcəyi, güclü şaxtaların olacağı ilə bağlı iddialar paylaşılıb. Bəs bu iddialar nə dərəcədə doğrudur? Turkistan.az məlumat verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə dekabrda havanın temperaturu noyabr ayına nisbətən aşağı olacaq. Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə havanın orta aylıq temperaturu kiçik müsbət fərqlə iqlim normasına yaxın olacaq. Gülşad Məmmədova bildirib ki, dekabrın birində Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bölgələrdə isə havanın yağıntılı olması ehtimalı var. Azərbaycanda noyabrın 30-u da avtomobil yollarında gözləniləcək vəziyyət açıqlanıb. Belə ki, bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.